Namazları var bu ayın. Bir dənə xüsusi namaz var, onu deyirəm sizə inşallah. Hər gecə şam xiftər namazına sol qala bilərsiniz. 2 rükətdir. Hər rükətdə həmd, 3 dəfə ixlas. Bu gecənin namazını qılıram deyirsən, qürbətən Allah. Və namaz bitəndən sonra, salamlardan sonra duanı oxuyursan. Hansı duadır? Qoy oxuyun bunu. Amma bu duanı əllərini qaldırırsan oxuyursan. İnşallah bu duanı oxusuz, bu namazı qılsız, duavuz qəbul olar. Nasıl bir hacətiniz varsa, bu namazla hacətiniz ala bilərsiniz. La ilahe illallah, vahdehu la şerike leh, ve lehul mulk, ve lehul hamd, yuhyi ve yumit, ve huve hayyun la yamut. بيده الخير وهو على كل شيء قدير وإليه المسير ولا حول ولا قوة إلا بالله العلي العظيم اللهم صل على محمد النبي الأمي وآله